Necə üzdən İraq hovuzçular ki var, daha çox pul qazansınlar, ucuz hovuz satsınlar etibarilə gedirlər cəmaatın cibinə girirlər. Danışanda da halalçılıqdan danışırlar. Amma bir ildən, 2 ildən sonra nömrələrini də dəyişirlər, sonra o hovuzçu yoxdur. Mənim fikrimcə, yəni mühəndislərlə konsulum, biz çox hovuzçulara konsultat vermişik. Gəliblər, müraciət ediblər, bəzi detalları soruşurlar, indi də soruşanlar da olur. Biz paylaşırıq fikirlərimizi. Yəni, insana xidmət edirsənsə, o insanın zövqünə, ondan birinci növbədə düzgün xidmət eləməyi bacarmalısan və düzgün bizim də defisitimizin ən önəmli tərəflərindən biri də biz işimizdən zövq alırıq. Və təbii ki, biz bu mühəndisliyi yetişdirə müəyyən səhvlər eləmişik də. Yəni, bu səhvlərin nəticəsində doğruluğun yolunu tapmışıq. Və biz də istəyirik ki, Azərbaycanımız üçün, Azərbaycandakı müştərilərimiz üçün, Azərbaycandakı zövqlü insanlar üçün daha gözəl istirahət güşələri yaradılır ki, insan həyatında biz də sevinərik.